Hər kəsi salamlayıram və çoxdandır YouTube üçün video çəkmirdik. Bunun çox səbəbləri var. Qısa demək istəyirəm. Qrafikim çox yoğundur. Həqiqətən çatdırmıram və özüm nəzarət etməkdə belə deyək də gücüm yoxdur, amma qərara gəldim ki, edim. Niyə? Özümə söz verdim ki, Günay, artıq etməlisən. Niyə? Əsas niyəni deyim. Biz miyopiya və lazer mərkəzi olaraq miyopiyanın kontrolü ilə çox ciddi məşğul oluruq. Yəni inanın ki, 2 il ərzində, 4 il ərzində mənfiləşməsi artmayan çoxlu, yüzlərlə, minlərlə mənim pasientlərim var. Bunu valideynlər bilir, bunu onların ətrafı bilir, bunu mən bilirəm, mənim ətrafım, işçilərim, hamı bilirik və deyirik, bravo, super, nə yaxşı, möhtəşəm nəticə, amma bilməyənlər çoxdur. Və pasient mənim yanıma gəlir, baxıram ki, 5 yaşı var uşağın, 6 yaşı var uşağın, 7 yaşı var və mənfisi artıq orta və yüksək dərəcədir, -3-dür, -4-dür və artır. Və mən söyləyirəm valideynə ki, axı siz niyə indi gəlmisiniz mənim yanıma? Deyirlər, buna doktor, biz sizin haqqınızda bilmirdik, biz sizin haqqınızda təzə öyrənmişik. O təzə öyrənmişik deyəndə mən o qədər narahat oldum. Deyirəm, axı mən efirdəyəm, axı mən sosial şəbəkələrdəyəm, bunu paylaşırıq, car çəkmişik ki, Azərbaycanda biz bununla məşğuluq və buna ehtiyacı olan uşaqlarımız çoxdur. Ona görə videoları inşallah ki, gücüm olsun, 2-3 ay ərzində bir pilot layihə kimi çəkəcəyik və paylaşacağıq. Miyopiya lazer mərkəzimiz var ölkəmizdə və biz bundan ciddi məşğuluq. Bu nə edir? Bu miyopiyaya sadəcə baxmır, sadəcə eynək təyin eləmir. Biz edirik ki, uşaqlarda mənfiləşmə artmasın. Baxın, yoxdur belə bir şey ki, belə bir müalicə ki, tam dayandırsın. 12 ildir hər il Amerika Oftalmoloqlar Akademiyasının konfransında iştirak edirəm. Bu mənim üçün böyük əziyyətdir. Bu böyük, hər bir cəhətdən mənim üçün əziyyətdir, özünüz başa düşürsünüz. Amma istəyirəm ki, nəsə yenilik olsa gözümüzdən qaçmasın və miyopiyanın, yəni uşaqlarda göz zəifliyini dayandırmaq üçün ən gözəl metodlar var ki, hamısını biz bu mərkəzimizdə eləyirik övladlarımız üçün. Niyə? Biz istəyirik mənfiləşmə dayansın. Dayansın bir balaca belə deyək də artan, böyüyən orqanizmdə mümkün deyil, amma sürəti yavaşıtmaq mümkündür. Yəni inanın mənə, evladınızda mənfilik varsa bunu ciddiyə alacaqsınız. Niyə? Çünki bu mənfiləşmə sürətlə gedir və valideynlər o qədər arxayındılar ki, 18 yaşı olsun əməliyyat olacaq. Yoxdur belə bir şey, əziz valideynlər. İlk müayinədən belə mən artıq valideynə deyirəm ki, 18 yaşında sizin evladınız əməliyyat ola bilər, yoxsa yox. Çünki bu asılıdır buynuz qişanın qalınlığından və bunu insanlara əməliyyat vaxtı deyirlər. Biz isə miyopiya və lazer mərkəzi olub birinci ilki müayinədə valideynə bütün məlumatları verirəm və bəzən çox peşman oluram, çox məlumat verdiyimə görə. Valideynlər bəzən bunu çox da qavraya bilmirlər, yük olur onlar üçün də. Amma mən öz borcuma və protokola əsasən miyopiyanın kontrolü üçün nə lazımdır edirəm. Artıq 5 ildir biz bununla məşğuluq. Gecə linzalarımız var. Orta keratoloji linzalar miyopiyanın kontrolü üçün birinci yerdədir Amerikada da. 80%-a qədər miyopiyanı kontrol edir. Eynən bizdəki nəticələrimiz 5 ildir edirəm və birinci öz evladıma eləmişəm. O mənim ilk pasientimdir. Onun nəticələri haqqında da mən Reels paylaşmışam. Bir söyləyim, siz də biləsiniz. Yəni biz başlayanda 5 il əvvəl -4.75 ilə başlamışıq. İndi də onun ölçüləri -4.5-dır. Yəni eyni olaraq qalır. Bu çox ciddi nəticələrdir. 5 il ərzində mənfiləşmə getməyib. Balaca uşaqda, yəni 9 yaşından başladığımız nəticədir. Yəni bu ciddi nəticədir. Və bunun kimi mənim 400-ə yaxın uşağım var və 400-dən çoxdur bizim uşaqlarımız. Böyük, orta, yüngül dərəcəli miyopiyalı kontrol edirik. Gecə linzalarımız var. Müalicəvi eynəklərimiz var. Həyat tərzini dəyişirik və buna görə mən valideynlərimə təşəkkür edirəm. İnanın, tək mənim deməyimlə bu məsələ bitməz. Valideynlər o qədər məsuliyyətlidirlər. Telefon yoxdur, Günay doktor artıq.
idman siz deyəndən gedirik. Yəni təmiz hava edirik falan. Bunları edənlərdə super ideal nəticəmiz var. Tək gecə linzası deyil, müalicəvi eynəyimiz var, həyat tərzini dəyişirik, müalicəvi damlalarımız var, kontrollarımız var. Bununla biz ciddi məşğuluq və ona görə buradan yenə müraciət etmək istəyirəm. Övladınızın gözündə zəiflik varsa, bilin ki, ölkəmizdə biz bununla məşğuluq. Mütləq müayinəyə gətirin və siz də bunu ciddiyə alın.